qonağımız iqtisadçı Natiq Cəfərlidir. Natiq bəy, sabahınız xeyir olsun, xoş gəlmişsiniz. Xoş gördük. Sabahınız xeyirli olsun. Necəsiniz? Yaxşı olasınız. Hava gözəldir deyilənə görə. Bugün havalar dəyişib. Havalar bizim əhvalımıza da çox təsir edir və ümid edirik ki, bundan sonra da gözəl olar. Çox vacib bir mövzudan danışırıq Natiq bəy. Sujetimizi də izlədik bir yerdə. Son zamanlar bir çox insanlar haqqında deyilir bu. Yəni sizin də rastınıza çıxıb. Bu insanlar istehlak maşınına çevrilib sanki. Bəziləri o həyatında dəyər anlayışı onlar üçün sadəcə xərclədikləri və onun müqabilində aldıqları əşyalarla, nələrləsə ölçülür. Yəni o dəyəri, o boşluğu onunla doldurmağa çalışırlar. Sizcə bu nədən qaynaqlanır? Əslində bu yeni bir problem deyil. Yəni istehlak cəmiyyətinin formalaşması hardasa 60-cı illərdən başladı dünyada. Sadəcə biz gec qoşulduq bu trendə. Bizdə Sovetlər dağılandan sonra və müstəqillik əldə edəndən sonra yavaş-yavaş istehlak cəmiyyətinə çevrilməmiz baş verdi. Bunun səbəbləri, iqtisadi səbəbləri ondan ibarət idi ki, 60-cı illərdə bu trend başlayanda nə qədər çox istehlak olacaqsa, bir o qədər çox istehsal olacaq. Nə qədər çox istehsal olacaqsa, iqtisadi artım bir o qədər yüksələcək və bu kontekstdə, yəni iqtisadi nöqteyi nəzərdən istehlakın artması iqtisadiyyatın böyüməsinə və ümumiyyətlə rifah halının yaxşılaşmasına səbəb olan bir amil kimi göstərilirdi. Hardasa 90-ların sonu, 2000-ci illərin əvvəllərində bir minimalizm stili yaranmağa başladı. Əsasən də Avropa ölkələrində biz bunu gördük. Daha minimum istehlakla öz ehtiyaclarını ödəmək prinsipi önə çəkildi. Amma sizə inandırım ki, bunun çox böyük əleyhdarları oldu. Həddindən artıq. Böyük şirkətlər, böyük kampaniyalar, böyük istehsalçılar buna əks təbliğata başladılar ki, bu doğrudan da onların həm gəlirlərinə təsir eləyirdi, həm onların qazanclarına təsir eləyirdi, həm də onlar bu tip məsələləri önə çəkərkən deyirdilər ki, biz yaxşı, istehlak azalacaqsa, istehsal da azalacaq, istehsal azalacaqsa, iş yerləri azalacaq, iş yerləri azalacaqsa, əhalinin rifah səviyyəsi aşağı düşəcək. Yəni, belə bir bağlantı qurmağa çalışırdılar və son zamanlar doğrudan da bu iki tendensiya əsasən də Avropa ölkələrində çox ciddi qarşıdurmadadır. Yəni, ideoloji qarşıdurmadadır. Amma faktiki olaraq istehlak cəmiyyəti anlayışı, insanların istehlakçı olması anlayışı getdikcə artır və sosial şəbəkələrin daha çox yayılması, hamımızın əlimizdə bizi yönləndirən bir əşyanın, bir telefonun olması. Baxıb görürük orada. Bəli. Yəni, o artıq bizi daha çox istehlakçı olmağa sövq eləyir və nəticə etibarilə doğrudan da bəzən insan hətta niyə, hansı məhsulu niyə aldığını belə sonradan düşündükcə tapa bilmir. Yəni, niyə mən bu məhsulu aldım? Baxmayaraq ki, kənardan doğrudan da ciddi təsirlər var. Əslində, baxanda və görürsən ki, aldıqlarının hamısı da istifadə olunmur. Yeri gələndə yarısı qalır, yarısı istifadə olunur, yarısı nə bilim haralara gedir. Elə, hətta siz 2000-ci illəri qeyd elədiniz minimalizm üslubundan. Elə statistikaya əsasən 2000-ci ildən bu yana daha çox geyim alanların sayı daha da artıb. Bilmirəm, bu acığa düşüblər, minimalizmi əks gedərək daha çox almağa başlayırlar və həm də çox alanların sayı artsa da aldıqlarını tam istifadə edənlərin sayı 60%-ə düşüb. Yəni, təsəvvürünüzə gətirin ki, 40% məhsul gedir harasa bilinmir və nəticədə bu tullantıya çevrilir. Sizcə niyə insan lazımı qədərindən daha çox alır? Yəni bunun arxasında bir, dediniz təbii ki, sosial şəbəkəni qeyd elədik, amma bir psixoloji bir yanaşma da varmı? Yoxsa doğrudan da gözəldir, hər kəs almaq istəyir, daha sonra düşünür ki, lazım deyilmiş? İnsanın doğuşdan yaxşı yaşamaq, yaxşı geyinmək, yaxşı yemək kimi bir həvəsi var. Bunu insana qadağan eləmək olmaz. Təbii. Amma Azərbaycan reallığında elə bir ki, biz iki atalar sözünün arasında qalmışıq da. Biri ayağı yorğanına görə uzaq, bir də qonşudan qalmadılar. Yəni, bir-birini təzadlı fikirlərdə, o ikisi də bizdən çıxıb. İki təzadlı fikrin arasında qalmışıq deyə. Mənə gəlir ki, belə mənzərənin yaranmasına da bu səbəb olur. Amma insanların geyim həvəsi, insanların yaxşı görünmək həvəsi normaldır, yəni belə də olmalıdır. Sadəcə insanlar öz ailə büdcəsini bəzən planlaşdıranda problemlərlə qarşılaşırlar. Yəni, gələcəyi bir neçə addım öncəni görmürlər. Amma bizdə fundamental problemlərdən biri də odur ki, insanların xərclərinin yarısı ərzağa gedir. Bu çox böyük rəqəmdir. Yəni, inkişaf etmiş ölkələrdə xərclərin 20-22% hardasa ərzağa gedir. Bizdə 50% ərzağa gedirsə... Çox yeyirik deməkdir. Bəli, bu çox böyük rəqəmdir. Əslində çox böyük. Birincisi, gəlirlər o qədər yüksək deyil. İkincisi, doğrudan da istehlaka çox önəm veririk. Yəni, ərzaq istehlakına çox önəm veririk. Hətta biz bunu toylarda da görürük, israfçılığı, başqa belə tədbirlərdə də, yas məclislərində də tamamilə doğrudur. Belə israfçılıq var. Amma bu ərzaq məhsullarına xərclərimizin azaldılması üçün gəlirlər artmalıdır ki, faiz nisbətində ərzağa xərclədiyimiz vəsait azalsın.
Geyimə gəldikdə isə Azərbaycanda yerli istehsal demək olar ki, çox az olduğuna görə biz sanki xarici istehsalçıların sponsoruna çevrilmişik hamımız. Yəni biz daha çox geyim istehlak etdikcə, aldıqca daha çox xarici fabriklərin, zavodların, oradakı işçi qüvvəsinin inkişafına sanki xidmət edirik. Ona görə də bax bu istiqamətdə də yerli istehsalın da gücləndirilməsinə ehtiyac var. Zaten bunun qarşısını almaq və yaxud da bunu hansısa formada idarə etmək çox çətindir. Buna illər lazımdır. Əks təbliğat bəlkə də lazım olacaq. Bəlkə də açar fiqurların, insanları belə deyək də, düşündürən insanların və fiqurların bir təbliğatına ehtiyac, çağırışlarına ehtiyac yaranacaq. Məsələn, Qərbdə ən çox müzakirə olunan obrazlardan biri Apple-ın qurucularından birinin obrazı idi. Steve Jobs'un obrazı idi ki, çox sadə giyinirdi. Həddindən artıq sadə giyinirdi. O minimalizm cəryanının sanki belə bir davamçılarından və yaxud da onun banilərindən hətta biri kimi sayılırdı. Yəni belə örnəklər də olmalı. Cəmiyyət üçün belə örnəklər də olmalıdır ki, insanlar en azından düşünsünlər. Ona görə də mən bunu böyük bir problem saymıram açığı. Siz niyə görə? İqtisadçı olduğuma görə. Vətəndaş olaraq bəlkə də problem görə bilərəm. Amma iqtisadçı olaraq düşünürəm ki, yaxşı, bizim istehlakımız kəskin azalacaqsa, doğrudan da bu iş yerlərinin azalmasına, insanların işsiz qalmasına, istehsalla, ticarətlə, xarici ticarətlə məşğul olan insanların əziyyətinə, yəni onların istehsal və yaxud da satış həcmlərinin azalmasına səbəb olacaq. Buna görə buna bir addım-addım belə bir düşüncə, bir proyeksiya qurmaq olar ki, bir neçə ilə, nə bilim 10 ilə, 15 ilə bu istehsalçı və istehlakçı mədəniyyətinin formalaşması üçün bax belə bir yanaşmamız olmalıdır. Yəni bunun müsbət tərəfi də var. Yəni istək ki, yəni burada bir iqtisadiyyat fırlanır, dövr gedir, kimsə alır, kimsə satır və qazanc məsələləri də var burada ki, bu da yəni hər kəs üçün vacib bir məsələdir. Amma tək siz qeyd etdiniz ki, əgər azalsa insanlar iş yerlərindən məhrum ola bilər, amma tək iş yeri alış-verişlə məşğul olmaq deyil də, düzdürmü? Əvvəllər bəlli məsələdir ki, kifayət qədər müxtəlif sahələrdə çalışan insanlar var idi, istər bu zavodlar olsun, nə bilim, müxtəlif istehsalla məşğul olan məkanlarda çalışanlar kifayət qədər çox idi. Və həmin məkanların azalmasının nəticəsində insanlar artıq bu alış-veriş məsələsinə daha çox istiqamətlənməyə başladılar. Və təbii ki, sizin sözünüzə qüvvət, əgər o da aradan çıxsa, insanlar nə ilə məşğul olacaqlar, sualı çıxır ortalığa. Amma burada məni həm də düşündürən məsələ odur ki, məncə o geyim məsələsinə fokuslanırıqsa biz, geyimin qiymətinin də çox əlçatan və çox ucuz olması burada daha çox istehlakçının çeşid də oldu, qiymət də daha çox almasına gətirib çıxarır. Məsəl üçün, siz dediniz ki, yerli məhsullar, yerli geyimdən gedir söhbət. Markalar kifayət qədər deyil, amma var. Və kifayət qədər də bahadır. Bəli, yerli markalar biz daha bahadır. Bəli, mən bu yaxınlarda mağazalardan birinə daxil oldum və bizim yerli məhsulun, yəni yerli markanın məhsulunu gördüm. Harca 450 manata, 400 manata bir sadə bir pencəkdir. Niyə bahadır? Çünki yerli məhsuldur. Amma onlar da çox üzr istəyirəm, bunu əsaslandırırlar ki, biz keyfiyyətli məhsullar daha doğrusu xaricdən alırıq da, ixal edirik və bizim də xərclərimiz çox olur. Təbii. Onlar da bunun əsaslandırırlar. Əslində burada məsələ onların baha və yaxud da qiymətinin yüksək olmasından getmir söhbət. Digər geyim məhsullarının hansının ki, onlayn biz sifariş edirik, onun çox ucuz olmasından gedir söhbət ki, yəni çox 400 manata siz bütün nəsli geyindirə bilərsiniz. Çox əlçatan. Çox əlçatandır. Yəni sizcə bu qiymətin də aşağı olması daha çox alışa sövq etmirmi insanları? Təbii ki, təsiri var, amma alan insanlar bilsələr ki, o aldıqları pal-paltar nədən istehsal olunub, bəlkə də o haqda düşünərlər. Çünki bir çox halda plastikdən istehsal olunur. Bəli. Onun istehsal videoları belə var. Bəli, kimyəvi maddələrdən istehsal olunur. Ona görə ucuz başa gəlir. Təbii ki, təbii pambıqdan, təbii yundan, ipəkdən hazırlanan məhsullar çox bahadır. Dünyada da bahadır. Həmin o platformalarda belə bahadır məhsullar biz görürük. Ona görə də o istehsalın ucuz olması, o istehsalçılar əsasən də Asiyada olan istehsalçılar, Çin olsun, Vyetnam olsun, Şri Lanka, Kampuçya, onlar orada da əmək haqqı çox aşağı olduğuna görə insanların çalışdığı əmək. Əslində Çin indi biraz dəyişir yeri gəlmişkən, amma o bir ölkələrdə hələ də aşağıdır. Onlar baha məhsul istehsal etməkdə maraqlı deyirlər. Onlar çox satmaqda maraqlıdırlar. Çünki lüks segmentin zaten öz əgər brend məhsullardan söhbət gedirsə, burada müəllif hüquqları var, onların qorunması məsələsi var. Yəni çoxlu sayda hüquqi problemlər belə istehsalçılar üçün çıxa bilər.
Amma belə adı bilinməyən, mənşəyi bilinməyən məhsulları çox ucuz qiymətə, bəzən də oradan da insan düşünmür də, mənim də qarşıma çıxır o reklamlar. Baxıram ki, bunun qabı belə onun qiymətindən baha olmalıdır da. Yəni bunun qabı belə bahadır. Yəni bunun necə ola bilər ki, içindəki məhsulla belə bir yerdə çox ucuz qiymətə satılır. Bunun aqressiv marketinq kampaniyası ilə əlaqələndirirlər çox zamanda. Oradan da bunun həqiqət payı var. Bəzi şirkətlər bazara girərkən çox aqressiv şəkildə qiyməti aşağı salırlar, dempinqlə məşğul olurlar ki, bazarda pay tutsunlar. Yəni bazardakı paylarını böyüdəndən sonra artıq qiymətlərin artırımına keçirlər. Amma problem də və yaxud da məsələ də ondan ibarətdir ki, bir şirkət bazarda payı tutub və artıq başqa segmentə keçmək istəyib qiymətləri artıranda digər bir şirkət də onun yerinə gəlib daha ucuz qiymətə özünü tanıtmağa çalışır. Bax, belə çarx illərdir, 10 illiklərdir belə çarx dönür. Ona görə ucuz məhsul bazardan çəkilməyəcək. Çəkilməyəcək. Yəni bunun çox çətindir bunu təsəvvür etmək ki, ucuz məhsullar bazardan çəkilsin. Əksinə daha da çoxala bilər. Məncə də çoxalacaq. Onu göstərir və sizinki mütəxəssislər də bunu deyirlər. Məsələn, bir digər tərəfi də marketoloqların və marketinq mütəxəssislərinin gördüyü işlərdir. Onlar özləri də tam səmimi şəkildə etiraf edirlər ki, biz insanlara emosiya satırıq məhsuldan əvvəl və bizim işimiz ehtiyac yaratmaqdır. Bəli. Yəni olmayan bir şeyi belə yaratmaq. Kodlaşdırırlar, ehtiyacı onlar kodlaşdırırlar. Yəni bəzi hallarda özümüz də anlamadan o kodların təsirinə düşür. Bax, həmin onların fəaliyyətinin istəyərdim bu məsələlərə təsirindən danışaq. Həm də mən özümə bir adi sıravi vətəndaş kimi maraqlıdır. Mən düşünürəm ki, marketoloqların ən çətin təsir edə biləcəyi insanlar iqtisadçılardır. Çünki iqtisadçılar çox yuxarıdan baxa bilərlər məsələlər. Çünki onların fəaliyyətinə həm də marketinqin detallarını da bilirlər deyə. Həm bu məsələyə aydınlıq gətirir, həm də bu marketoloqların fəaliyyətinin, marketinq mütəxəssislərinin fəaliyyətinin də bu istehlakın daha da sürətlənməsinə təsirindən danışaq. Yaxşı marketinq mütəxəssisi qızıl qiymətlidir. Dünyanın hər yerində belədir. Hətta o kreativ ideya satanlar var ki, bəlkə də 3 ayda bir cümlə fikirləşirlər. O bəs eləyir. Onların həyatını da dəyişdirir. Reklam sloqanı fikirləşəndə və yaxud da hansısa bir çağırış fikirləşəndə. Yəni, yaxşı mütəxəssis çox belə çıraqla necə deyərlər axtarılır. Amma bizdə biraz fərqlidir məsələ. Azərbaycan bazarı çox balaca olduğuna görə, yəni bazarın həcmi kiçikdir. 10 milyon cəmi əhali yaşayır burada. Burada çox zaman xaricdəki şirkətlərin və yaxud da istehsalçıların, mal satanların yerli təqdimatını biz görürük çox zaman. Yəni bizdə yerli məhsulun özünün reklamının sıfırdan başlayaraq bunun reklamının qurulması çox az olur. Olur, bunu inkar etmək olmaz, amma çox nadir hadisədir də. Bizdə xaricdə baş verən trendlərin, hətta məhsulla bağlı olan istiqamətlərin Azərbaycan reallığına uyğunlaşdırılıb servis edilməsinin şahidi oluruq. Və son zamanlarda oradan da internet reklamı burada kifayət qədər önə çıxıb. İnsanların oradan gündəlik həyatının ayrılmaz parçasına çevrilib internet. İstəyir telefonlar olsun, ya başqa gadgetlər olsun. İstər-istəməz internet üzərindən reklamın da önəmi artıb. Və indi son zamanlar fikir verirsiniz, bazara baxanda görürsünüz ki, artıq o ənənəvi klassik reklamlar demək olar ki, yoxa çıxır. Hətta insanlar, əsasən də gənclər onlara ümumiyyətlə baxmır. Məsələn, ənənəvi, çox belə yaxşı geyimdə, səliqəli bir insan çıxıb, məsələn, bir avtomobil reklam eləyir. İnsanlar baxmır, həmən atır kənara. Amma görürsən ki, bir gənc insandır, geyimi də o qədər də cəlbedici deyil, amma belə hərəkətləri var, belə insanlara daha yaxındır, dili üslubu farklıdır və yaxud da hansısa bir bilərəkdən hansısa bir şivə ilə danışır. Bax, belə və yaxud da zarafatlar var orada, hansısa yumor məsələləri var. Bu, belə virus reklam deyirlər də, onu virus kimi yayılmağa başlayır. Yəni, bu nöqteyi nəzərdən, bəli, Azərbaycanda da son zamanlar həm kreativ mərkəzlərin sayı artıb, marketoloqların sayı artıb və onlar da oradan da yönləndirirlər. Bizi əməlli başlı yönləndirirlər. İndi bu onların işidir. Bunu onları qınamaq olmaz, necə deyərlər. Bizim də işimiz odur ki, vətəndaş olaraq daha bilgili olaq, vətəndaş olaraq daha çox məlumat əldə eləyək, vətəndaş olaraq nə istədiyimizi və bu bizim cibimizə uyğun olub olmadığını öncədən bilək heç olmasa. Yəni, alışverişlərimizi təkcə emosiyalar üzərinə yox, əlbəttə, ehtiyac üzərindən quraq və doğrudan da məsələn Azərbaycanda istehlak kreditlərinin çox olmasından hamı şikayətlənir. 3 milyona yaxın insan Azərbaycanda istehlak kreditləri var. 3 nəfərdən, 4 nəfərdən birinin demək olar böyük rəqəmdir, kifayət qədər. Amma bu, başqa ölkələrlə nisbətdə böyük rəqəm deyil. Bəli. Çünki onlar çoxdan öyrəşib bu istehlak kreditləri ilə yaşamağa. Yəni, kredit alıb yaşamaq qərbdə, əsasən də Avropa ölkələrində adi normadır.
Sadəcə orada bizdəki və oradakı ən böyük fundamental fərq nədən ibarətdir? Bu kredit tarixçəsi anlayışı var da, bilirsiniz, çox vacibdir. İnsanın, məsələn, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi kimi kredit tarixçəsi vəsiqəsi də belə obraz desək olmalıdır. Avropa ölkələrində və Qərb ölkələrində kredit tarixçəsi sənin faiz dərəcələrinə təsir göstərir. Nə qədər yaxşı ödəyicісənsə, növbəti krediti daha aşağı faiz alırsan. Bizdə bu fərq yoxdur. Bax, məsələ ondan ibarətdir ki, o fərq yoxdur. O fərq də yaranmalıdır. Doğrudan təşviq eləyirlər. Əlbəttə, amma burada insanlar, məsələn, siz də yəqin görürsünüz, bir bank reklamı çıxır ki, digər bankın kreditini bizim bankın krediti ilə bağlaya bilərsiniz. Bu nonsensdir, bu olmamalıdır. Bu doğru deyil. Yəni, siz sadəcə istehlaka və istehlak kreditindən alınmasına təşviq eləyirsiniz. Borcuna bağlamaq. Doğru, əlbəttə. Yəni, bu insanın... Poçta borcunun sağlığını istər. Həm də yüklənmək deməkdir axı. Borcular yüklənir və bir müddətdən sonra insan ayılır ki, artıq 3 banka, 5 banka borcu var. Bunun altından çıxa bilmir və problemli kreditlər yaranır. Bizdə problemli kreditlərin ümumi kreditlərə olan nisbəti artıq 2,5, 2,6% çatıb ki, dünyada 3% artıq kritik bir hədd sayılır. Yəni, bizdə artıq o kritik həddə yaxınlaşırıq. Yəni, ona görə də bu məsələlərdə də qanunvericilik təşəbbüsləri də olmalıdır. Müəyyən tənzimləyici aktlar da olmalıdır ki, insanların, belə deyək də, təşviq olunmasından daha çox düşünməsinə xidmət edən hansısa bir regulativ aktlara da ehtiyac var. Təşəkkür edirik, çox sağ olun. Rəqəmləri deməyiniz çox vacib idi. İnsanlar rəqəmləri eşidəndə daha tez ayılır. Rəqəmlər onları insanlara ayıldır. Fikirlərinizə görə çox sağ olun və bir daha deyək ki, bizim qonağımız iqtisadçı Natiq Cəfərli idi və biz sürətli istehlakdan danışdıq, onun həyatımıza olan təsirindən danışdıq. Tamaşaçılarımıza da sizə də sual vermişik ki, ay ərzində ən çox nə alırsınız və 80% ərzaq deyir.